Əzizlərim, hər birinizi xoş gördük. Bu videoda yəqin ki, sizinlə bir terapevt olaraq, psixoloq, numeroloq, taroloq, astroloq, spiritual coach heç vaxt özüm haqqında bu qədər tərifləyici və ya həqiqətən məni ifadə edici sözləri səsləndirməmişəm. Daima yəqin ki, psixoloq olaraq insanların diqqətində qalacağım və yaxud məni belə tanıyacaqsınız. Psixoloq və indi isə parapsixoloq və şaman. Mənə elə gəlir 3 dənə tandem daha gözəldir. Psixoloq, parapsixoloq və şaman. Çünki həm psixoloji insani tərəqqi, təfəkkür və ruhani ikisi də birlikdə olmalıdır. Ona görə psixologiya, parapsixologiya, şamanizm və yəqin ki, bəlkə də şaman deyərəm. Özümü qəbullanmamaq yəqin notları biraz səslənir, şamanizm sözü səslənir. Çünki çox döyülürük bu sözlə. Yəni, əgər sən həqiqətən bugün şamanistik gücə, bilgiyə və seçilmişliyə sahibsənsə, bunu söylədikdə səni o saat təhqir edirlər və yaxud səni şübhə altına mı alırlar. Və ona görə çox insanlar indiki dövrdə və xüsusən də mən, yəqin ki, mənim daha çox etirafımdır, mən özüm adımdan danışıram və müşahidə elədiklərim, insanlar özlərinin sahib olduqları gücləri etiraf edə bilmirlər, söyləyə bilmirlər, səsləndirə bilmirlər. Ya qınaqla qarşılaşacaqlar, ya belə deyək də məxsəliyə qoyulacaqlar və bu hər kəsin içərisində həssas olacaq bir nöqtədir ki, insanın intuisiyası Tanrıdan olacaq bir xəttdir bizim içimizdə və o danışır bizlə və söylədikləri daima doğru, düzgün çıxır və bunu görən insanlar buna səcdəyə gəlirlər və yaxud bunu artıq başqalarının səslərində boğub da özünə olan sevgini, etirafı, ehtiramı deyil də başqalarını seçənlər isə ondan məhrum olurlar və bu da çox katastrofik hallara gətirir, çıxardır əzlərəm. Mən bu videoda sizə yəqin ki, biraz özümün ruhani yolumun və ümumiyyətlə özümdəki olacaq bacarıqların və bu bacarıqların nə cür, belə deyək də, Ali Magiya Akademiyasında yer tapdığını izah edəcəm, danışacağım. Birinci bu videonu yazmaq istəyərkən ilk öncə olaraq içimdən həqiqətən, yəni İsa Məsihin hekayəsi çox məni, belə deyək də, içimə doğru gəldi, heyrətləndirdi və ruhlandırdı, belə deyək ki, bu video ərsəyə gəlsin. Ona görə yəqin ki, bu videonu İsa Məsihə həsr edək. İnsanlar nəyisə həsr edir, mən də qoy İsa Məsihə həsr edir bu videonu. Nəyə görə? Çünki həqiqətən səhər meditasiyasında daha çox İsa Məsihin enerjilərini hiss etdim və istəyirdim ki, sizin üçün çox möhtəşəm və maraqlı bir Ali Magiya ilə bağlı təqdimat videosu ərsəyə gəlsin ki, siz başa düşəsiniz ki, bu mənim hansı məhsulumdur və nəyə görə mən bu məhsulu bu qədər sevirəm özüm. Və İsa Məsihin sadəcə olaraq həyatında göstərdiyi möcüzələr ilham olaraq içimə gəldi ki, ən birinci möcüzəsi nə zaman ki, çoxlu insanların içərisində gedərkən, belə deyək də, talpanın içərisində gedərkən, oradan talpada dayanıb geriyə dönməyi və söyləməyi ki, kim mənə toxundu? Çünki məndən güc getdi. Və oradan qadın danışır və dillənir, deyir ki, bu mən idim, mən sənə toxundum. Çünki sənə yaxınlaşa bilmirdim və insanların arasından sürünərək, yəni sənin əlinə inanırdım ki, yəni ayağına toxunsam, mən şəfa tapacağam və ona görə də şəfa tapdım. Və buradakı məqam həqiqətən çox, belə deyək də, emosional bir məqamdır mənim üçün və çox vaxt göz yaşlarımı, belə deyək də, saxlaya bilmirəm, indi saxlayacağım. Amma mənim üçün emosional məqamdır, çünki insanın inamına görə şəfa tapma məqamı baş verir.
Yəqin ki, belə maraqlı video təqdimat olmazmış. İnam məsələsi önəmlidir. Əgər insanın inamı yoxdursa, onun həyatında möcüzə olmayacaq. Və hər zaman nədənsə inamdan danışmağa başlayanda mən çox vaxt göz yaşlarımı saxlaya bilmirəm, çünki mənim üçün inam tamamilə fərqli bir məqamdır. Və əgər biz həqiqətdə özümüzə inanmağa başlasaq, həyata inanmağa başlasaq, sonuçta Tanrıya inanmağa başlasaq, yəqin ki, bizim həyatımız tamamilə fərqli olar. Biz başa düşərək ki, biz bir parçayıq. Biz savaşmaq üçün deyil, barışıq və sülh üçün bu dünyaya gəlmişik və ruhumuzun yeganə, əzəli, başlanğıcı sevgi, əbədiyyət, sonsuzluq və bilgəlikdən ibarətdir və biz bunu unutmalıyıq. Çünki biz indiki dövrdə təəssüflər olsun ki, bunu unuduruq. Özümüzü başqalarına satırıq. Və bu çox kədərli məqamdır və hər kəsin özü ilə içində, daxilində yaşadığı bir həqiqətdir və o həqiqətin sadəcə qəbul olmağını istəyir. Çünki mənim yadımdadır ki, mənim yanıma gələcək çox möhtəşəm, böyük bir qadın və həqiqətən çox böyük bir yerdə işləyən, böyük bir adsana sahib olan, amma həyatında özünün xəyanət elədiyini dərk edən bir qadın idi və bunu nəyə görə elədiyini bilirdi və sadəcə olaraq qəbullanmaq istəyirdi ki, onu da bu cür qəbul eləsinlər. Yəni, özünü qəbullanmağa ehtiyacı var idi. Və terapiyamızda sadəcə olaraq mən onu qəbul etməyim, onun böyük bir şəfa gətirdi. Və o insanın həyatı tamamilə dəyişdi. Çünki biz qəbullanmaq anlayışını indiki zamanda biraz itirmişik. Biz insanlara hələ onların sosial statuslarına görə, onların ağına, geyiminə, puluna, hansısa bir mədəni, belə deyək, moralini, necə deyirlər, keyfiyyətlərinə qiymət veririk. Və saflığı, səmimiyyəti, vicdanlığı görə bilmirik. Və bunu həqiqətən indiki dövrdə çox böyük bir adsana, psixoloq, ustad, terapevt, nə bilim, ictimai xadim, böyük insanlar. Onlar belə bu gözlərdəki olacaq tora gəlirlər. Və heç kəs bu tordan xilas olunmuyor və sığortalanmıyor bəziləri. Heç kəs çıxıb özünü bu tor məni heç vaxt tutmayıb deyə bilməz. Biz maddi dünyadayıqsa bu torla daima qarşılaşırıq. Biz torun içərisində doğulmuşuq, böyümüşük və sonradan özümüzü dərk edib bir ustad səviyyəsinə və yaxud insanlara bilgini verən bir səviyyə qoyanır. Deyə bilmərik ki, bizim gözümüzdə tor olmayıb, yoxdur, yox. Bu yanlış olacaq və yalan olacaq. Və sadəcə o torlardan biraz xilas olanlarıq. Biraz da insanlara bu tordan necə çıxmağı göstərənlərik. Ona görə özümüzü çox xüsusi, yüksək və ya aşağı qiymətləndirməyək. Balans. Bu videoda İsa Məsih haqqında danışmaq istəyirəm ki, və İsa Məsihin yaratdığı möcüzələri haqqında və biz böyük bir magiyanı görürük, sehri görürük, bəli, suyu şəraba döndərirdi, əlini açırdı, çörəyi yuxarıya, yüzlərlə çörək yaranırdı, suyun üstündə gəzirdi, ölünü dirildirdi, içinə cin girənləri çıxardırdı, qozbel şəfa neçə illər sağalmayanları məhciddə sağaldırdı. Və bütün bu proseslərin hər biri yaşanılıb və təbii ki, İsa Məsih də öz dövründə məhz bunlara görə çarmıxa çəkildi. Kim olduğuna görə, nə olduğuna, təbii olduğuna görə biz sadəcə onu götürdük, çarmıxa çəkdik. Və bu bizim üçün yəqin ki, vacib məqamdır ki, harada ki, biz indi bu qorxuyla rastlaşırıq. Daim özümüz olduğumuza görə qəbullanmamaq, qınanmaq,
Və təbii ki, müəyyən travmalar yaşamaq. Hər birimizin həyatında bu var. Nəyə görə bilmirəm, mən İsa Məsih haqqında danışarkən hər dəfə ağlayıram. Bir çox insanlar bəlkə bunu zəifliyə, sadəlövfliyə, reytingi yığmağa video görə deyəcəksə, mənim üçün önəmi yoxdur. Bu mənim təbii hisslərimdir. Mən rol oynamıram, mən dramatik persona deyiləm və mən yalan danışan insan deyiləm. Ona görə də bu təbii bir, səmimi bir video olsun sizə. 10 dəqiqəlik video. Harada ki, bacarıqlı insanların, vergiyə, bilgiyə sahib olan insanların, özlərini olduğu kimi qəbul etmək istəyən insanları İsa Məsihin belə simasında dünya qəbul etmədi. Və bugün biz də bununla qarşılaşırıq. Amma gəlin birləşək də, özümüzü dərk edək. İsa öz dövründə tək idi. Bugün İsalar çoxdur və İsa kollektivdir. Və ona görə də hər şey yaşayır və əbədidir. Biz özümüzü qəbul etməliyik, öz bacarıqlarımızı, bunların Tanrıdan olduğunu, qara qüvvələrdən deyil, bunu məzxəliyə qoymaq, bunu sadəcə insanları aldatmaq anlayışına deyil. Gəlin bir-birimizə hörmət edək, bir-birimizi sevək və bir-birimizə dəyər verək. Ümidvaram bu video bir çoxları üçün böyük bir bəlkə də motivasiya olar, çünki mən istəyirdim İsa Məsih haqqında danışam. Amma bu videom yəqin ki ardı olacaq, çünki emosional cəhətdə mən danışıram və ağlamaq tutur məni. Və ona görə də müəyyən sakinlik lazımdır. Növbəti videoda yəqin ki İsa Məsihin yaşadığı dövrün magiyasını, göstərdiyi spirituallığı və ən böyük məktəbi, hansı ki ideya məktəbi idi və bugünə qədər də yaşayır. Yəqin ki bu haqda danışaram, çünki bunu belə deyək də bizə çoxlu danışırlar, oxuyuruq. Amma mənim anlayışımda, interpretasiyamda, əgər maraqlı gələrsə, dinləməyinizi istəyirəm, çünki mənə öz interpretasiyam çox maraqlıdır. Mənim nə cür görürəm, nə cür algılayıram və bu mənə nə verir. Bunu sizinlə paylaşacağım növbəti videoda. Ümidvaram, bu video çox emosional, duygusal oldu. Məndən bəlkə sizlər də ağladınız, kimlər ki həqiqətən ruhu hiss edir, duyur, onunla yaşayır. Və istəyirəm ki, çoxalaq. Bizdə Balidə indi yağış yağır mənim danışığıma. Çox möhtəşəm bir əlamətdir mənim üçün. Göydən yağan hər şey deyir, bərəkətdir, mənim ustadım söyləyib. Hörmətlə deyir, ustadın sözlərini qəbul edirik. Öpürəm, sağollaşıram. 13 dəqiqə oldu videomuz. Növbəti videolarda görüşərək.